Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Deməli uşaqlar, bu gün növbəti sınağımız 14-cü sınağımızdır. Sınaqlar seriyamızın 14-cü sınağıdır. Deməli, bu sınaq seriyası 36 gün davam edəcək və artıq 14-cü günümüzdəyik. Bunların hamısı imtahana düşmüş suallardır uşaqlar. Yəni mütləq ki, buradan imtahana təkrar suallar düşəcək, bənzər və yaxud da eyni tipdə suallar düşəcək. Yaxşı olar ki, diqqətlə qulaq asasınız, diqqətlə yazasınız. Bu PDF-lərin bu və bundan öncəkiləri də əldə eləyəsiniz. Bunun hər biri uşaqlar mənim həm Telegram kanalımda var, həm də WhatsApp kanalımda var. Deməli uşaqlar, başlayaq. Həmçinin o qrupların keçid linkləri də rəydə olacaq. Oradan da birbaşa keçid eləyə bilərsiniz və yaxud da bu nömrəyə yaza bilərsiniz. Çünki linklər bəzən işləmir uşaqlar. YouTube bəzən elə problem yaradır ki, linklərdən keçid eləmək olmur. O zaman bu nömrəyə yaza bilərsiniz. Sizə göndəriləcək, oradan da qoşula bilərsiniz. Sonra başladıq birdən. Əvvəl işin 70%, sonra qalan işin 20% görüldü, işin neçə faizi görülməyib. Uşaqlar, işin 70% görülüb. Bu getdi. Qalıb axı 30%. 30%-in də 20% görülüb. 30-u 20-yə vuraram, 100-ə bölərəm 6 eləyə. 6-sı da 1 görüldü. Nə qədər qaldı? 70-in 1 görüldü, 6-sında 1 gördülər. 76-sı görülüb. Bizdən görülməmişi soruşur. 100-dən 76-sını çıxaram, qalar 24. 2. A ilə B-nin kəsişməsinə baxaq birinci. A ilə B-nin kəsişməsi uşaqlar 3 yoxdur, 4 yoxdur, 6 var mı orada? Var. Baxın bu 6 ilə bu ortaq. 7 var mı? Yoxdur. 8 var, 9 var və 10 var. Deməli A ilə B-nin kəsişməsi 6, 8, 9-dur. Və mən bunu C-dən çıxaram. C-də 6 var, yoxdur. C-də 8 var, yoxdur. 9 var, yoxdur. 10 var, yoxdur. Bir dənə 10 var, bəli, onu çıxdım. Sayın soruşur. 1, 2, 3, 4 dənə. Yəni D bəndi. Üçüncü tapşırıq. Kosinus 60 uşaqlar 2-də 1-dir. Olacaq kosinus 72, kosinus 18. Çıxılsın, sinus 30 da 2-də 1-dir. Sinus 72, sinus 18. Uşaqlar 2-də 1-i qarşıya çıxaranda qalacaq ifadəyə baxın. Kosinus 72, kosinus 18. Sinus 72, sinus 18. Bu da kosinus alfa plus beta'nın düsturudur. Yəni kosinus 72 plus 18. O da bərabər olacaq. 2-də 1 vurulsun. Kosinus 90 dərəcə. Bircə dəqiqə. Kosinus 90 dərəcə. Uşaqlar kosinus 90 dərəcədə 0-dır. 0 da 2-də 1-ə vuranda eləyir 0. Yəni A bəndi. Dördüncü sual. Uşaqlar görün necə asan sual düşüb imtahana. Deyir ki, bərabərsinin ən kiçik natural həlli. Birinci tapaq. Sola keçirəndə x böyük olacaq 3-dən. Ən kiçik natural ədəd nədir? 3-dən böyük. 4-dür də. Deyir ki, bunun üzərinə 10 əlavə eləsək. 4-ün üstə 10 gələndə neçə eləyir? 14. A bəndi və salam. Gəldi 5-ə. Vahid vektoru deyir. Vahid vektor uzunluğu 1 olan vektordur. Uzunluqda belə tapırıq. M kvadrat plus 5-də 3-ün kvadratı bərabərdir 1-ə. Buradan M kvadrat bərabərdir 1 çıxılsın 25-də 9. M kvadrat bərabərdir 25-də 16. M də bərabərdir deməli kök alsaq 5-də 4. Amma plus minus hər ikisi doğrudur. Uşaqlar indi 5-də 4 də müsbət də ola bilər, mənfi də ola bilər. Hə, hər iki variant olan var. Baxın budur. D variantı. Deməli uşaqlar, sahəsi 30 desimetr kvadrat, hündürlüyü də 3 desimetr olan rombun perimetrini tapın. Rombun sahə düsturu belədir. S bərabərdir A vurulsun H. İndi sənə S-i verib 30. Bərabər. Tərəfi bilmirəm A-dır. Hündürlüyü də verib 3. Buradan 3A 30-dursa A olacaq 10. A bunun tərəfidir də. Perimetri də bərabərdir 4A-ya. Yəni 4 dənə tərəfin cəmi. 4-ü ona vuraram 40. Deməli perimetr olacaq 40. Yəni D bəndi. Gəldi 7-ci tapşırığa. Uşaqlar, baxın, artıq biz demək olar, hər gün sınaq paylaşırıq kanallarımızda. Və hər gün toplamda imtahana qədər bizim paylaşacağımız sınaq sayısı uşaqlar 2000-3000-i keçəcək, bəlkə də 5000-i keçəcək. Tam olaraq say bilmirəm, amma çox böyük miqdarlarda sual paylaşacaq. Və bu sualları da sizi yormadan, yükləmədən paylaşırıq. Yəni hər gün 25 sual paylaşırıq. Bu da sizin maksimum gün ərzində yarım saatınız olar. Mən məsləhət görürəm ki, bu sualların hamısını mütləq şəkildə işləyin. Baxın, kosinus x qaldı burada. Bunu keçirərəm sağ tərəfə.
Olacaq kosinus kvadrat 32 üstə gəl sinus kvadrat 32 çıx 2-də 1. Uşaqlar kosinus kvadrat plus sinus kvadrat 1 eləyir. 1-dən 2-də 1 çıxanda da qalır 2-də 1. Kosinus x bərabərdir 2-də 1. Bu da sadə trigonometrik tənlidir. X bərabər olacaq müsbət mənfi 2-də 1 alır pi böl deməli 60 dərəcədə alır pi böl 3 plus 2 dənə pi k. Bu da hansı variantdır? A variantı. Uşaqlar indi pi k'dır, pi n'dir. Bunlar simvolikdir. K'dır, n'dir, m'dir. Önemli değil. Bu da çox bəsit suallardan biri. 36-dan 6 çıxır. 6-nın üstə 3 9, 9-dan da 3 çıxır. Y bəndə. Bərabərsizliklər sistemini həll edin. Birinci bərabərsizliyi həll eləyərik, ikincini həll eləyərik. Sonra da onların ümumi həllərini kəsişdirərik. Birincini buradan yazaram. X kvadrat üstə gəl 3x. Daha doğrusu birbaşa eləyək də. Hasili mənfi 10. Cəmi 3-dürsə 5 ilə mənfi 2-dir. Olacaq x plus 5. X minus 2. Kiçik bərabərdir 0. Sonra uşaqlar, indi bunu həll eləməyə ehtiyac yoxdur. Bərabərsizliyi həll edən yoldaşların hər biri bilir ki, bu tip suallarda nə etmək lazımdır? Bunun kökü 0-a çevirən mənfi 5-dir. Burada da 2-dir. Mənfi aralıq köklərin arasıdır. Olur mənfi 5 ilə 2 aralığı. Bunun həlli isə 2x böyük bərabərdir mənfi 5-dən. X də böyük bərabərdir mənfi 2/5-dən. İndi baxın, birincinin həlli belədir. Bu mənfi 5, bu 2-dir. Bir də mənfi 2/5-dən böyükdür. Mənfi 2/5 də buradadır. Mənfi 2/5-dən böyükdür. Hansı aralığa düşür? Bax, bu aralıqda hər ikisi kəsişir. Mənfi 2/5 ilə 2 arası, yəni B bəndi. 10-cu sual. Tənliyin kökləri x1 və x2 olarsa, bunun qiymətini tap. Deməli, uşaqlar, əvvəlcə bu tənliyi V tətbiq eləmək üçün çevrilmiş kvadrat tənliyə gətirərəm. Hər tərəfini 2-yə bölsəm, olacaq x kvadrat çıx 3x üstə gəl 7-ni də 2-yə böləndə 3/5 bərabərdir 0-a. Və uşaqlar, V-ə əsasən x1 üstə gəl x2 bərabərdir 3-ə, x1 vurulsun x2 bərabərdir 3/5-ə. Biz bu iki məlumatdan istifadə edərək bunun qiymətini tapa biləcəyik. İndi x1, x2-ni vuruq kimi qarşıya çıxarsam, qalacaq x1-in kvadratı üstə gəl x2-nin kvadratı. O da bərabərdir x1, x2 3/5-dir. Vurulsun. Bunun içərisinə də müxtəsər modüsünü daxil edərəm. x1 plus x2-nin kvadratı çıx 2 dənə x1, x2 bərabərdir 3/5 vur. 3/5 hətta belə yazaq uşaqlar. 7 bölü 2-də 7 bölü 2 yazaq. Vurulsun. x1 plus x2 3-dür. 3-ün kvadratı eləyir 9. Çıxılsın. x1, x2 3/5'də 2-yə də vurdum 7. 9-dan 7 çıxanda 2 qalır. 2-ni də 2-də 7-yə vuranda 2-lər ixtisar gedir, qalır 7. Yəni D bəndi. Sonra 11. Deməli, uşaqlar, mən bunu 3x-in kubu kimi baxmağa çalışsam, üstə gəl A bərabərdir. Fikir verin, 3x plus 2-dir. Burada 2-dirsə, deməli, burada 2-nin kubudur da, A olmalıdır 8. Bunda A-nın yerinə yazıram, 2-nin kubu. Bərabərdir, açılışını yazarım indi. 9x kvadrat çıxılsın. 6x üstə gəl 4. Baxın indi. 9 B-yə uyğundur. B olur 9. C mənfi 6-ya uyğundur. C olur mənfi 6. D də 4-ə uyğundur. Bizdən də bunların cəmini soruşur. 8-dən 9 17. 17-nin sonra 4 21. 21-dən də 6 çıxanda 15, yəni Y bəndi. Deməli, gəldiyi 12-ci sual. Sonsuz sayda həllin olması üçün bu tərəfdə 0 olmalıdır. Bu tərəfdə 0 olmalıdır. Sol tərəfi 0-a çevirən V-ə əsasən hasil 10 cəmi 7, 2 və 5-dir. İndi sağ tərəfi 0-a çevirən tapmaq üçün diskriminantdan istifadə edəcəyik. 9 üstə gəl. 8-i də 14-ə vuranda neçə eləyir? 112. Bu da olur 121. Deməli, A1 bərabər olacaq mənfi 3 çıx 11 böl 4. Bu da eləyir mənfi 14 böl 2, mənfi 3/5. Digəri də olacaq A1 bərabərdir mənfi 3 üstə gəl 11 böl 4. Bu da 8 böl 4 2 eləyir.
2 dənə, 4 dənə normalda kök var. Sol tərəfi sıfıra çevirən 2 və 5-dir. Sağ tərəfi sıfıra çevirən 2 və -3.5-dir. Hər ikisini sıfıra çevirən 2-dir, yəni B bəndi. Ədədi silsilədə A39 36 tam onda 6, A21 də 33 olarsa, silsilənin ilk 5 həddinin cəmini tap. İlk 5 həddi tapmaq üçün biz A1-i və D-ni də tapmalıyıq. Bəli. A39-un yerinə yazaram. A39 bərabərdir A21 plus neçədir? 39-u verər bizə. 18D bərabərdir 36 tam onda 6. Olacaq 33 üstə gəl 18D bərabərdir 36 onda 6. 18D bərabərdir sağa keçəndə 3 onda 6. D də bərabərdir deməli onda 36-nı bölərəm 18-i vuraram 18-də 1-ə 2 qalır, bu da oldu 0 onda 2. 14-cü sual. Əkob 3 üstəyin 5 üstəyin çıxılsın əbob 133 olarsa n bərabərdir 2m'dir, n plus n tam. Uşaqlar, indi 3 vurulsun. 3-ün qüvvəti ilə 5-in qüvvəti nə olur olsun? Hər zaman qarşılıqlı sadədir. Ortaq vurğuları 1-dir sadəcə. Ona görə əşab olur onların hasılı 3 üstə n vur 5 üstə m çıxılsın 2 vurulsun. Əbob uşaqlar 3 üstü 5 üstə m qarşılıqlı sadədirsə əbob 1-dir. 2-ni 1-ə vuranda da 2. 133. 3 vurulsun 3 üstə n vur 5 üstə m 2-ni sağa keçirərəm 135. 3-ə bölərəm 135-i düşər 45. 3 üstə n vur 5 üstə m bərabərdir. 45 də 9 vur 5-dir. 9 nədir? 3-ün kvadratı vur 5-dir də. 5 üstü 1. İndi 3-ün üstü 2-dirsə n 2-yə bərabər olur. M də 1-ə. N 2-yə bərabər olur, M 1-ə bərabər olur. Cəmi də 3 eləyir. Bu şərt artıq ehtiyac yoxdur. N'in 2-ə bərabər olmasına ehtiyac yoxdur. 15. İfadəsinin ən kiçik qiymətinin tapılması. Bugünkü sürət mövzusu, sürət qruplarındakı mövzularımızdan biri də bax budur. Ən böyük, ən kiçik qiymətin tapılması. Deməli, uşaqlar, qayda olaraq nəyə bilməlisiniz? Əgər kvadrata, daha doğrusu ən kiçik qiymətini tapırıqsa, cüt dərəcədən ifadələrdə maksimal dərəcədə sıfıra yaxınlaşmalısınız. Baxın, burada x üstü 4 var, düzdür? Maksimal dərəcədə bunun kiçik qiyməti sıfırdır da. Qalan bütün hallarda 5-in üzərinə gəlib artacaq. Qalacaq 5-in kvadratı, yəni 25, üstə gəl. Burada isə y kvadratı 0 götürərəm. Qalacaq -3, -3-ün kubu, deməli, -3-ün kubu, -27. Üstə gəl. Burada isə, baxın indi, çöldə kvadrat var, tək qüvvət deyil. Mən bunu 0 götürsəm, burada -5 qalar, kvadratı 25 olar. Bəs ən kiçiyi bu olarmı? Xeyr. Ən kiçiyi, bax, bunu ifadənin bütöv 0 götürürəm. Çünki mən z ilə bir qiymət verərəm ki, ondan 5 çıxanda 0 qalar. O da olar ən kiçik qiymətimiz. Oldu 0. Yəni uşaqlar 25-in üstə -27 yəni deyil, -2. 16. 1, 2, 3, 4, 5 çoxluğundan seçilmiş 2 ədədin cəminin 7 olması hadisəsinin ehtimalını tap. İndi deməli uşaqlar, ehtimalımız bərabərdir. 2 dənə element seçirəmsə, bunun seçilmə ehtimalı kombinizon 7-dən 2 məxrəzdədir. Yəni 7 dənə seç, 7 nə idi uşaqlar, üzr istəyirəm. 5 dənədən 2. Çünki toplam 5 dənə mümkün halım var. Bunun ikisini seçirəm və bunun kombinasiyaları məxrəzdə. Bəs yuxarıda neçə dənə halda cəm 7 eləyər? Bax, məsələn, 2, 5 olar, 5, 2 olar. Düzdür. Sonra başqa varmı? 3, 4 olar, bir də 4, 3 olar. Məncə yoxdur. 4 dənə olmalıdır. 4 dənə halda cəm 7 eləyər. Ona görə də bütün ehtimallardan sadəcə 4-ündə cəm 7 olar. İndi bunu da hesablasaq. Kombinizon 5-dən 2, 5 faktorial bölü 3 faktorial vur 2 faktorial, yuxarıda da 4. 3 faktorial ilə 5 faktorial gedər. 4 vur 5 qalar. Bu 4 ilə də bu gedər. 2 faktorial da qalxar yuxarı, olar 5-də 2. Əssalam, ehtimal oldu 5-də 2.
Gəldik bura. -19 çıx kök 19 ifadəsində kəsir hissəni tap. İndi kök altında 19 4 ilə 5 arasındadır. 19'un özü. Biz də demişdik ki, kökün qarşısında mənfi varsa, kiçiyi yox, bu dəfə böyük götürürsən. Olur 5 çıx kök 19, bu oldu bunun kəsir hissəsi. Gəldik. Oturacağı AC olan ABS bərabər yanlı üç bucağında, oturacağı AC-dirsə, bura A, B, C bu formadadır. ABS üç bucağında B təpəsində oturacağı BD medianı çəkilmişdir. Uşaqlar, bərabər yanlı olduğu üçün bu BD-nin həm də hündürlüyü, həm də mediandır, həm də tənböləndir, tərəfi bölür də. AD 6'dırsa, onda bu tərəfdə 6'dır. ABS də 32'dir. Uşaqlar, bütöv 32'dir. 12 dənəsi buradadır. 32'dən 12 çıxdım, qaldı 20. Yan tərəflər də bərabər olduğu üçün 10 bura qalmalıdır, 10 bura ki, cəmi 20 eləsin. İndi məndən BD medianı soruşur. Bu düz bucağı üst bucağa görə, bura 6'dır, 10'dur, 6'dır, burada 8. BD oldu 8. Bitti. 19. İki paralel müstəvi arasındakı məsafə. Baxın, iki paralel müstəvini 2 dənə düz xətt kimi göstərərəm. Arasındakı məsafə 11'dir. Daha doğrusu məsafə 7'dir. Uzunluğu 11 olan parçanın ucları bu müstəvi üzərindədir. Fərz eləyək ki, bu uzunluğu 11'dir. Ucları biri bu müstəvidədir, biri də bu müstəvidədir. Bunlar arasındakı məsafə də 7'dir. Fikir verin, düz bucaqlı üst bucaq yarandı. Sonra deyir ki, parçanın müstəvi üzərindəki proyeksiyasını tapın. Yəni, bax, aşağıdakı hissəni tapır. X deyərsən, olacaq x kvadrat, üstə gəl 49, yəni 7'nin kvadratı, bərabərdir 121. X kvadrat da bərabərdir. 121'dən 49 çıxanda neçə qalır? 72 qalmalıdır deyəsən. Bəli, 72. X də bərabərdir 6 kök 2. Sonra 20. 6x plus ky bərabərdir k minus 3. Bir də digər tənlik. Hansı qiymətində sonsuz sayda həll var? Uşaqlar, sonsuz sayda həll olması üçün tənliklər sistemi uyğun əmsalların nisbəti bərabər olmalıdır. Yəni 6 bölünsün k çıx 8 bərabər olmalıdır k bölünsün 8'ə. O da bərabər olmalıdır k çıx 3 böl 14'ə. 3 dənə bərabərin 3'ü də doğru olmalıdır. İkisi doğru olsa olmaz. Bunu çarpaz vuraram. K kvadrat çıx 8k bərabərdir 64. 64'də sola keçirsəm çıx 64. 64 yox olur. 68'in 48. Bərabərdir 0'a. Hasili 48. Cəmi də müsbət 8 olan ədədlər hansılardır? Müsbət 12 ilə mənfi 4. Müsbət 12 ilə mənfi 4. İndi bir də bunu çarpaz vurub buradan tapmalıyıq da. 14 dənə k bərabərdir 8k çıx 24. 6k bərabərdir mənfi 24. K da bərabərdir mənfi 4. Fikir verin. Burada 12 və mənfi 4 alındı. Burada mənfi 4 alındı. Hər ikisini ödəməlidir deyə biz mənfi 4'ü seçəcəyik. Bitdi 21. Mərkəzi O nöqtəsində olan çevrədə C 80 dərəcədir. Bura 80 dərəcədir. A-nı tap. Əslində A-nı çox rahat tapa bilərik. Baxın, bunu birləşdirdim. Bu radiusdur, bu da radiusdur. Onda bura 70 olar da. Bərabər yanlı üst bucaq olduğu üçün 70-70 140'dırsa bura qalır 40. Bu da 90 dərəcə olduğu üçün burada qalır 50. 180'dən 50 çıxaram 130. Onda bura 65, burada 65'dir. Bizdən daha bucağını soruşurdu, cavab oldu 65. 22. Çevrələrin mərkəzləri arasındakı məsafəni tapın. Bunun mərkəzi uşaqlar çox asandır. 3, 2. Bunun mərkəzi -9, -3. İki nöqtə arasındakı məsafə düstur. 3 çıxılsın -9 olur müsbət 12'nin kvadratı. Üstə gəl 2 çıxılsın -3 olur 5'in kvadratı. Bu da bərabərdir. Kök altı 169 eləyir. Bundan da 13 çıxır. 23. Açılışı verilmiş düz prizmanın yan səthinin sahəsini tap. Bir dəqiqə.
Prizmanın yan səthinin sahəsi. Deməli, uşaqlar, mən bunu qatlayanda, bax, bu gəlib bura düşəcək. Düzdür? Bu gəlib bura düşəcək, bax, bu tərəfə. Bu da gəlib bura düşəcək. Deməli, bax, bura 1-dir. Burada 1-dir. Bu gəlib bura düşür, bilmirəm. Bunun qarşı tərəf də bərabər olmalıdır deyə. Bura düşür 2 daha doğrusu. Bura düşür 2. Sonra ən sonuncu burada düşür. Deməli 4 düşür. Bunun eni. İndi şu anda fikir verin, buranı bilmirik də. Burada 5'dir, fikir verin. Bir dənə bu tərəf bilmirik, onu da buradan bilirsən ki, bu da 3'dür. Bütün tərəflərini tapdıq. Düz prizmanın yan səthinin sayısı uşaqlar S yan bərabərdir. P oturacağı vur H-dır. Bərabərdir. S oturacağı hündürlüyə vuranda həcmi verir. P oturacağı hündürlüyə vuranda yan səthin sayısını verir. İndi perimetrinə baxsaq 1, 5, 6. Burada 1, 7. 7'nin üstə 2, 9. 9'un üstə 4. 13. 13'ün üstə 3, 16. Oturacağın perimetri oldu 16. Vurulsun. Hündürlüyü də 3'dür. Bu da olur 48. 24. Diaqramda həcmləri bir-birinə bərabər olan iki silindir verilmişdir. İkinci silindirin radiusunu tap. Uşaqlar, oxşar fiqurlarda deməli bütün elementlərin nisbəti bərabər idi. Həcmləri bir-birinə bərabərdir. Deməli onda uşaqlar V1 bərabərdir birincinin həcmi. Həcm düsturu necədir uşaqlar? Deməli pi r kvadrat, indi belə deyək də, pi r1 kvadrat h. Birincinin həcm düsturudur. Birincinin də onda yazsam pi vurulsun. Birincinin radiusu 16'dır. 16'nın kvadratı 256 vurulsun. Hündürlüyü də 6'dır. İndi bunu hesablamıram. 6 vur 256 vur pi. Bu V1'dir. İkincinin həcm düsturu isə belədir. Pi vurulsun R2'nin kvadratı vur H. O da bərabərdir. Pi vurulsun. Burada hündürlüyü 12'dir. R2'ni bilmirəm, kvadratı bərabərdir. İndi bu həcmlər bərabər olduğu üçün onda mən 12 pi R2'nin kvadratını bərabər eləyərəm. 6 vur 256 vur pi. Pi'lər gedər. Bu dəqiqdir. 6 ilə 12 də gedər. Burada 2 qalır. 2'ni də sağ tərəfə keçirsək. R kvadrat bərabərdir 256 böl 2. İkincinin radiusunu soruşur da. R2 də bu uşaqlar. R2'nin kvadratı bərabərdir. 256 kök altında. 256 böl 2. Bərabərdir. O da bərabərdir. 256'ın kəmində 128 edir. 128'də 64 vur 2'dir. O da 8 kök altında 2 eləyəcək. Bu qədər uşaqlar. Növbət. İki şagird birlikdə 210 səhifəni neçə dəqiqəyə oxuyar? İndi birinci şagird 20 dəqiqəyə 18 səhifə oxuyursa 10 dəqiqəyə 9 səhifə oxuyar. İkinci şagird isə 30 dəqiqəyə 15 səhifə oxuyursa 10 dəqiqəyə 5 səhifə oxuyar. Toplamda 10 dəqiqəyə nə qədər oxunmuş olar? 14 səhifə oxunmuş olar. İndi hər 10 dəqiqədən bir 14 səhifə oxunursa 210'u 14'ə bölsəm bilərəm neçədən 10 dəqiqə sərf olunub. 210'u bölərəm 14'ə. 7'yə bölsəm yuxarıda 30 qalar, aşağıda 2. Bu da olacaq 15. 15 dənə 10 dəqiqə sərf olunub. Bu da olur 150 dəqiqə. 150 dəqiqə. Deməli uşaqlar bütün sualların izahını verdik. Ola bilər ki, hansısa misalda səhv eləmişik. Əgər elə bir şey baş veribsə, rəy bölməsində mütləq qeyd edin, digər yoldaşlarımızın da xəbəri olsun. Növbəti sınavlarda görüşənədək uşaqlar sağ olun, hər birinizə uğurlar.